İmam Zeynel Abidin aleyhisselam buyurur ki, bilin ki onlar sizin davamçılarınızdır. Övladlarınız sizin həyatınızın sanki davamıdır ve onların yaxşısı da pisi de size qayıdır. Yani onların ettiği yaxşı əməldən biz dünyamızı değişsək belə bizə savab yazılar. Hazreti Peygamberimizden hadis var da, əməl dəftəri bağlanar 3 şeydən başqa, biri də xeyirli övladdır. Biri də xeyirli övladın elədiyi yaxşı əməl valideynə savab gətirər. Övladın pis əməli neyniyər? Biz ölsək, bizə əslində qəbr əzabımızı artırar. Bizim cəhənnəm Allah göstərməsin əzabımızı artırar. Ona görə doğru düzgün övlad yetişdirmək əslində bizim yenə də özümüzə qayıdır. Özümüz üçün eləyirik. Sabah qiyamət günündə, bərzəx evində, Allah Taala'nın hesab günündən sonra bizə çatacaq savablar daha çox olsun, nəinki əzablar olmasın, artmasın. Ona görə yaxşı övlad, ədəbli övlad, Allahın itayətində olan övlad valideynlərinin sanki həyatlarının davamıdır.